Cemiyeti yönetmek için cemiyetin tanıdığı insanlara ihtiyaç var. Bu şairlere halk şair niye göre verirler? Bunlar tanıdırlar, öne çıkarırlar, onların üzerinden bir mesajlar verirler. Bu da var. Yani onu demir. Yani Kur'an demir ki meşhur olmayın. Öyle şey demir. Kur'an deyir ki ama bütün niyetiniz Allah rızası için olsun. Saf olsun, niyetiniz temiz olsun. Doğru mu? Evet. Onu deyir, bereketini artıracağım deyir onu. Bereket artıracağım. Bakın. Şimdi kıyam var mı? Bakın. Kıyam deyir ki Allah'tan başka hiç kim ona şerik koşma. Dik dur. Zulme karşı dik dur. Yalana karşı dik dur. Haksızlığa karşı dik dur. Ki şahsiyet olasın. Bedel ödemeyen şahsiyet olamaz. Cehaletle savaşmayan şahsiyet olabilmez. Pis çetinlikler niye var deyirsiniz? Şeytan niye var deyirsiniz? Şeytan insanı büyütmek için var. Savaş ve galip gel deyir. Bakın sonra ne var? Niyet var. Niyet ne oldu namazda? Harekete geçiren karar. Seni harekete geçirirse niyet olur. Ha, bugün 5 vakit, bugün namazımı kılacağım, niyet ettim ama namazını kılmadım. O niyet yok. Bugün güzel bir program hazırlayıp insanlara hayırı çok olacak ama çekmedin. Yani niyet olmadı bu. Niyetin arkasında mutlak bir emel olmalıdır. Evet. Sonra ne var? Sonra niyetten sonra Sevinç Hanım Fatiha'nı okuyuruz. Peki Fatiha'nı niye okuyuruz? Niye göre Allah Resulü buyurup ki Fatiha'sız namaz yoktur? Bakın Fatiha'da ne var? Allah'ın varlık ve birliği var. Allah'a həmd var, tərif var. Fatiha deyir ki, Allah'tan başka heç kimi, Allah kimi tərifləmə. Fatiha deyir ki, oğlunu da sev, kızını da sev, həyat yoldaşını da sev, gözəl yeməkləri de sev, ananı da sev, dostlarını da sev. Ama heç birini Allah'ı sevdiğin kadar sevmə. Fatiha deyir ki, iki dünya arasında əlaqə qur deyir. Ahiret var, ölüm var, diriliş var, hesap var, cennet var, cehennem var. Fatiha deyir ki, İyyâke na'budu ve İyyâke nestaîn. Ancak Allah'tan isteyin. Qəbirlərdən isteme ey insan. Pirlerden isteme ey insan. Ağaçlardan isteme ey insan. Şeyhlerin elini, ayağını, ebasını öpme ey insan. Bak bu saygıda israftır. Birinin karşısında eğilme ey insan. Eğileceksen Allah'ın karşısında eğil. Yani təvazüdə də əslində balans olmalıdır. Hürmette de israf olmamalıdır. Bakın, hizmet insanı olarsınızsa sizi istismar eləyirlər. Elədir. Təvazünü zillətə indirməmək belə bir ifadə oxumuşdur. Biraz kobud da olsa diyeceğim. Diye ki üzür istəyirəm. Sen eşşək olsan falan koyan çok olacak. Elədir. Ben uşaqlarıma deyirəm ki, qaynananızı idarə eləməyin yolunu öyrədirəm. Deyirəm, mənim qaynanamı necə idarə edeyim? Deyirəm ki, bir dəfə hədir, bir dəfə yoxdur. Balansı qoru burada da. Bəzən qaynanan özün yaxşı aparanda 2 dəfə hədir, bir dəfə yoxdur. Qaynanan özün pis aparanda 2 dəfə yoxdur, bir dəfə hədir. Amma həmişə hə demə, həmişə yox demə. Həmişə yox desən səndən düşmən olacaq. Həmişə hə desən səni süpürgə yerinə qoyacaq. Qaynana filmindəki kimi, hə? Gəlini mənim süpürgəlim. Yox demək çox önəmlidir. Quran la ilə başlayır. La ilahə. La öncə yox deyir. İnsanlara yox demək öyrədəcəyik. Sevinç xanım. Sonra nə var? Baxın. Biz çox üzrə biz əksinə elə bilirik ki, hər şeyə hə demək müsəlman olmaq deməkdir. Çox üzü yola olmaq müsəlman yox deməyi bacaran insanlar. Çox mütəvazi olmaq, mütü olmaq yox müsəlman olmaq. Anlamamışıq da. Bizi belə öyrədiblər əslində. Müsəlman yox deməyi bilən adamdır. Çox səbirli olmaq budur müsəlman. Səbir nədir? Bax elə bu səbir nədir? Məni çox düşündürən bir səbir sözünün ərəbcə mənası direnişdir. Oturup gözləmək deyil. Gəldim qənaət odur. Direniştir. Sevinç xanım işlərin düzü mü getmir? Diren. Bugün işin alınmadı mı? Diren. Pes etme. Çalış. Ruhdan düşme. 5 dəfə yıxıldın, 6 dəfə dur. Siracəddin müəllim, bax dediniz ki, bizə elə öyrətməyiblər də, bizə yanlış öyrədiblər. Bəli. Bu reforma ihtiyac var mı ümumiyyətlə? Burasını qutarım gələcəm. Buyurun, bak, buyurun. Sonra nə var? Baxın. Əyilmə var. Deyir Allah'ın qarşısında əyil. Bakın səcdə var. Səcdə başımızı yerə qoyuruq namazda. Səcdə Allah'a təslimiyyətin zirvəsidir. Allah buyurur ki, vəscud vəqtərib. Səcdə et, təslim ol, yaxınlaş deyir. Kimə? Allah'a. Allah'a təslim olan Allah'a yaxınlaşar. Burada yaxınlıq mənəvi yaxınlıqdır.